Salam, mənim adım Nailədir, 22 yaşım var, artıq bölüm yoxdur. Və bugün rəsmi olaraq bildirirəm ki, ədalətin solduğu yer artıq bitdi. Gör böcəklər görsənir oradan. Yok. Bir daha açık bir şey de çıkmış. Bitirdik, birlikdə bitirdik. Əslində bundan əvvəlki bölümdə bitirmişdik, amma həyəcanımı saxladım ki, bu videoda rəsmi şəkildə deyim. Bu kitaba başlayanda çox qəribə duyğularla başlamışdım. Hansı ki, bitirmək arzusuyla. Sonu yazılı deyildi, amma əlimdə bir taslak vardı. Yəni əvvəlcədən yazılmış bir senariya vardı, amma onu yarımçıq qoymuşdum. Hər dəfə özümə bəhanələr uydururum. Bu yolda çox çətinlik çəkdim. Bəzi gecələr yatmadım, səhərə qədər yazdım. Bəzi günlər yazmaq istəmədim, yazmaqdan qaçdım. Məni pis hiss elətdirdi. Bəzi günlər rekord vurduq. İndiyə qədər ən böyük rekordumuz 13 saat olub. Özüm belə inana bilməmişəm o 13 saat yaza bildiyimə. Axırıncı yazdığım isə 8 saat olub. Səsimə görə üzr istəyirəm. Xəstələnmişəm. Xəstə halımda beləncə otura bilərəm qabağınızda. Bilmirəm necə duyğularımı sizə göstərim. Göstərə bilirəmmi? Onu da bilmirəm. Havasındayım da. Ne oldu? Bitti. Ne oldu şimdi? Ne olacak? Çok yakında kitabım sizə nə olacaq? Təbii ki, kitab bitsə də düzənləmələri var hələ ki. Birinci hekayəni sıfırdan özümüz dəfələrlə oxuyacağıq. Sonra onun üstündə düzənləmələr eləyəcəm. Amma rəsmi olaraq kitab tamamilə bitdi. Yəni düzgün şəkildə yazıma çox əminəm. Bəzi hissələrdə çıxarmalı olduğum şeylər var. Onları çıxardıqdan sonra daha da əmin olacağam. Kitab sonluğu necə bitir desəz, nə xoşbəxt, nə kədərli, baxış açısına bağlıdır. Yəni hər kəsin gördüyü şəkildə fərqlidir. Mənə görə kitab ən gözəl şəkildə sonluq verdi. Kimisinə görə bu gözlənilməz bir şey ola bilər. Kimisinə görə isə ideal bir sonluqdur. Bununla da bitməli idi, ola bilər. Bəzən ölüm sadəcə bir ölümdən ibarət deyil. Hər sonun bir başlanğıcı var təbii ki. Əlbəttə Viktor da eyni ilə hər şeyin son olduğunu düşündüyü an, hər şeyin bir başlanğıcı var. Bu kitabın bölümləri olacaqmı desək, əslində ola bilər, amma mən elə şəkildə yazmışam ki, tam bir kitab olaraq bol, yəni hər şeydən bol, ən çox da kədərli anlar var. Yəni bunda xoşbəxtlik axtarmamız biraz çox çətin olacaq bu kitabda. Kitabın mənasını demək şey edirəm. Yəni Viktor üçün hər şey ən ideal şəkildə sonlandı. Yəni ola biləcəyi qədər ideal bir şəkildə sonlandı. Həyatındakı dəyər verdiyi insanları yenidən gördü. Əslində həyatının dəyərini yenidən tapdı. Bunu çox yerdə oxumuşdum və görmüşdüm. Bəs belə olsaydı necə olardı sualı ilə yola çıxdıq və bugün buradayıq. Bu videodan görənlər də ola bilər. İlkdən gördüyünüz video ilə kitabı bitirmişəm. Belə deyim də, Viktorun həyatında acı dolu günlər o qədər çoxdur ki, həyatında yaxşı bir şey tapmaq onun üçün çox çətin idi. Hətta yəni bəziləri ona drama queen də deyə bilər. Amma halbuki onun həyatı acı dolu keçirdi və içindəki yaxşı, dəyər verdiyi şeyləri görməyi o qədər asan da olmuyor. Bu əslində bizim başlanğıcdan bu yana gəldiyimiz, bəs belə olsaydı necə olardı sualı ilə başladı bu kitaba. Necə desəz, yazı görmüşdüm və yazıda çox təsirləndiyim şey olmuşdu. Deyir ki, bu həyatı biz seçdik və seçdiyimiz həyatda yaşamaya dəyər bir şey görmüşük. Eyni ilə bunu Viktora yaşatmaq istədim. Yaşamaya dəyər nə gördüyünü göstərmək istədim. Düzdür, Viktorun həyatı ekstra bir acı dolu keçirdi digərlərindən. Çünki burada sadəcə Viktorun həyatı ön planda deyildi. Eyni ilə Miran, eyni ilə Kayra, eyni ilə digərləri, uşaqların özləri də daxil. Hər birində bir sevgi bağı var idi. Əsas da Niana ilə də bağlı söhbət gedir burada. Niana'nı az yazmağıma baxmayaraq, heç kim gözləmədiyi anda elədiyi şeylər. Niana sevgiyə acı bir insan deyildi. Əksinə sevgidən doymuş bir insan idi. Amma pula, gücə, vara, dövlətə, torpağa acıdı. Ona görə də sevgini seçmədi heç bir zaman. Viktor da sevgiyə tox bir insan idi, amma bir yandan da sevgiyə aclıq çəkirdi. Çünki hər kəs onu özünə düşmən bilirdi.
Görmə səbəblərinin hamısının tək bir səbəbi var, güc. Kitabımızın mərkəzində duran əsas söhbət gücə olan tamahdır və bunun ətrafında dönən ailə bağları, dostluq bağları, yoldaşlıq olsun, qız-ata bağları, oğul-ata bağları var. Və burada sübut edir ki, məsələn, Viktorun bir qızı olur, Lila, halbuki öz qanından, öz canından deyil, amma onu öz qanından olsaydı, eyni dərəcədə tutacağı qədər dəyərli gördü. Onun üçün çox dəyərli idi. Kitabın ən məğzində olan şey mavi idi. Mavi çox qısa bir hissədə olsa belə, Viktora sübut elədi ki, insanı ən incidən şey, ən yaxından gələn şeydir. Yəni, düşünmərsən ki, ən yaxınım bunu mənə eləyə bilər, amma bunu etdi. Bunu bu qədər içdən deməyimin səbəbi, mən bu kitabı yazmağa başlayanda 22 yaşım var idi. Yəni, 22 yaşıma təzə girmişdim və artıq 22 yaşım sonlanmağına hələ bir neçə ay qalsa da bu kitabı bitirdim. Və bu kitabı yazandakı hisslərim tamamilə bu yaşımı əks etdirir. Özümdən çox şey qatmışam. Yaratdığım obrazların hamısı məndən bir şeylər daşıyır. Yaşanılan hadisələrin hamısı məndən bir şeylər daşıyır. Bilmirəm, bəlkə qəşəng yazmamış, bəlkə yaxşı yazmamış ola bilərik, amma bu bizim ilk kitabımızdır. İlk kitab olaraq bunu istədim. Digər kitablarımız da var bu arada, sonra onları da yazmaya başlayacaq, bir yerdə dayanmayacaq. Böyük ehtimal kitab yazırıq səhifəsində satışı olacaq. Ondan da əlavə, belə deyim, kitabın səsli versiyada YouTube-da da olacaq. Yəni kitabı aldıqda səsli versiyada video çəkəcəyik, birlikdə onu da oxuyacağıq. Ondan da əlavə, Ədalətin solduğu yer bitdikdən sonra digər kitabımıza davam edirik. Əslində, özümü çox qəribə hiss edirəm. İçimdən demək istədiyim bütün sözləri deyirəm, amma deyə bilmədiyim sözlər var ki, hardasa qalıb, onları dilə gətirə bilmirəm. Mən deyəsən, həqiqətən də yazmaqda yaxşıyam, danışmaqda o qədər yaxşı deyiləm. Çünki bir çox insan var, məncə mənlə eyni fikirdə ola bilər. Danışmaqda o qədər hisslərimizi göstərə bilməsək də, yazmaqda o qədər gözəl göstəririk ki, yəni mən romantik bir insan deyiləm. Amma yazanda çox-çox duyğusal yazıram, çox-çox romantik yazıram. İndi yazdığım kitabda sevgi varmı? Var. Amma sevginin xəyanətli versiyası var. Ona görə yəni buradan bol sevgili bir şey gözləməyin. Amma növbəti kitabımız sevgi ilə əlaqədardır. Buradan qısa bir fraqman kimi olsun. Sonra nə deyə bilərəm? İstəyirəm ki, yəni bu bölüm sırf yəni ədalətin solduğu yerdə yaşadığım hisslərin hamısının toplu cəmidir. Çox hisslər keçirdi. Bəzən dedim ki, professional yazmıram. Digər yazanlara baxdım ki, oxudum, qulaq asdım, səsli kitablara baxdım. Deyirəm, bəlkə mən nəyisə hardasa səhv edirəm, bəlkə mənimki alınmayacaq, yaxşı olmayacaq. Sonra fikirləşirəm ki, bu mənim dilimdəndir, mənim əlimdəndir. Onlar da onun dilindən, onların əlindəndir. Eyni versiyada olmaya bilər, mükəmməl olmaya bilər, amma mənim üçün ən mükəmməl versiyada yazılır. Hər şey o qədər cuk yerinə oturdu ki, belə deyim. Çünki məsələn kitabın adı kitaba ən uyğun addır. Bundan mükəmməl bir ad ola bilməz. Adicə Instagram səhifəmiz də eyni ilə, YouTube-a başlamağım da eyni ilə. Hər şey o qədər yerli yerinə eyni vaxtda bitdi ki, gözləmirdim də. Yəni bu yolda həmişə birlikdə olacağıq. Çalışdığım qədər hər şeyi göstərməyə çalışıram, spoiler verməməyə çalışıram ki, kitabı oxuyanda daha yaxşı başa düşəsiniz. Yəni bu kitab oxunsa da, oxunmasa da mənim həyatımdan çox şey daşıyır. Növbəti kitablarım da eyni şəkildə olacaq. Çalışdığım qədər təcrübə yığmağa çalışıram ki, sizə daha yaxşı versiyada göstərə bilim. Mükəmməl deyiləm, heç birimiz mükəmməl deyilik. Amma özümün ən gözəl versiyasını yaşayıram. Bu il üçün istədiyim işi tapmaq idi məqsədim. Deyəsən tapdım. Yazmağı sevirəm. O balaca qıza istədiyini verirəm. Bir vaxtlar bələdçi olaraq işləyirdim. Yəni dağlara gedirdim, hər yeri gəzirdim, hiking edirdim, trekking edirdim, kamping edirdim. Hər bir yeri gəzmişəm Azərbaycanda. Amma bu günləri
oturmuşam, indi kitab yazıram. Sonra bir ərəfəm ancaq film dizi izləməklə keçirdi. Hansı ki, evdən heç yerə çıxmırdım, ancaq film dizi izləyirdim. Bu arada kitab yazmaya başlamamın ən böyük səbəbkarı film dizilərdir. Film dizi vurğunuyam. Çünki film dizilər, kitablar bizim yaşaya bilmədiyimiz dünyalar və yaşamaq istədiyimiz dünyalardır. Bunu belə düşünürəm. Və nəticələrimizi də oradan çıxardıq bu arada. Hər birimiz film diziyə izləyəndə həkim oluruq orada, kimimiz mühəndis oluruq, kimimiz gitara çalırıq. Hətta mənim bacım kino izləyə yazar olmağı seçdi. Yəni enilə hər kəsə bir şeylər qatdığını bilirəm. Mən də istəyirəm ki, kimlərəsə nəyisə qatım. Belə. Növbəti vaxtlarda görüşmək üzrə birlikdə davam edəcəyik. Hələlik. Oy dədə.